ray 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 Mən qeydiyyat idarəsinin dediyi yaşdayam. Ruhumun dediyi yaş ola bilərmi? Çoxlarının deməyə cəsarət etdiyi yaş, yoxsa insanları bədbəxt edən yaş? Mən qeydiyyat idarəsinin dediyi yaşdayam. Ruhumun dediyi yaş ola bilərmi? Çoxlarının deməyə cəsarət etdiyi yaş, yoxsa insanları bədbəxt edən yaş? Mən qadınların dediyi yaşdayam. Qadınların mənim arzuladığı yaş, heç kimə əhəmiyyət verməyən yaş, yoxsa heç kimin layiq olmadığı yaş. Sizin yaşınızın nə əhəmiyyəti var? Əlinizdə olan pulun nə əhəmiyyəti var? Əsl yaşın sənin üçün nə əhəmiyyəti var? Nə qədər ki sırf pislik etmək üçün yaşamırsan. Həyatınızı sadəcə sərvət toplamaq üçün yaşamayın. Sahib olduğunuz az və ya çox şeylə xoşbəxt olun. Öləndə axirətə heç nə götürmürük. Hətta şəxsiyyət vəsiqəmiz zibil qutusuna gedir və ya başqasının yanında qalır. Əsl yaş həqiqətən yaşamağın sevincindədir. Özünü aktrisa kimi göstərmədən sevməkdə, mühakimə etmədən bağışlamaq bacarığında, həmişə gənc və xoşbəxt yaşamağın hikmətində. Həyatınızı sadəcə sərvət toplamaq üçün yaşamayın. Sahib olduğunuz az və ya çox şeylə xoşbəxt olun. Öləndə axirətə heç nə götürmürük. Hətta şəxsiyyət vəsiqəmiz zibil qutusuna gedir və ya başqasının yanında qalır. Biz düşündüyümüz yaşdayıq. Neçə il yaşadığımızın fərqi yoxdur. Xəbərdarlıq etmədən neçə gün keçsə də, ancaq hər gün qeyd edə biləcəyimiz xoşbəxtlik. Həyatınızı sadəcə sərvət toplamaq üçün yaşamayın. Sahib olduğunuz az və ya çox şeylə xoşbəxt olun. Öləndə axirətə heç nə götürmürük. Hətta şəxsiyyət vəsiqəmiz zibil qutusuna gedir və ya başqasının yanında qalır.